Salam hər kəsə, axşamınız xeyir olsun. Səsim gəlir? Gəlir. Əla. Mən Ayşən Adgözalova, Avekin Yusuf Akademinin direktoruyam. Bugünkü təlimçimiz isə Tünzalə xanımdır. Tünzalə xanım Rüstəmova, şəxsi inkişaf koçu. Buyurun, söz sizdədir Tünzalə xanım. Hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Çox sevinirəm ki, bugün buradayam. Ayşən xanıma da təşəkkür edirəm vasitəçi olduğu üçün. Mən indi ekranımı sizinlə paylaşacağım. Öncə başlayaq nədən? Necəsiz? Mən bugün enerjim çox yaxşıdır. Burada olduğum üçün də çox sevincliyəm. Demək, bugünkü mövzumuz nədir? Pulun psixologiyası, şüuraltı mexanizmlər və ailə sxemləri. Yəqin ki, görmüsünüz, çox adam deyir ki, pul neytraldır, pul sadəcə bir enerjidir. Amma mən deyirəm ki, əgər neytral bir şeydirsə, bugün burada nə işimiz var? Bugün niyə bura gəlmişik? Niyə pulla bağlı problemlərimiz var bu qədər? Niyə bu qədər blokajlarımız var? Niyə qazana bilmirik istədiyimiz qədər? Qazandığımızı saxlaya bilmirik? Bugün bunların hamısını öyrənəcəyik. Və daha sonra webinarın sonunda sizinlə şüuraltı bir meditasiya edəcəyik. Hansı ki, orada biz pulla münasibətimizi sıfırdan quracağıq. Gəlin başlayaq. Öncə oradan başlamaq istəyirəm ki, bu webinar nədir və nə deyil? Öncə bunu anlayaq. Bu webinarda biz danışacağıq pul haqqında və bolluq haqqında. Sizə hər hansı bir strategiya verməyəcəm, sadəcə burada şüuraltı mexanizmlər açacağıq. Burada siz öz pulla bağlı qorxularınızı açacaqsınız, bloklarınızı görəcəksiniz və ailə kodlarınızı müşahidə edəcəksiniz. Və bu webinarın məqsədi odur ki, siz ilkin təcrübələri artıq qazanasınız ki, daha sonra daha dərin transformasiya edə biləsiniz. Burada biz yazı çalışmalar edəcəyik, qısa meditasiya ilə bitirəcəyik və əsasən müşahidə metodlarını işləyəcəyik ki, siz başa düşəsiniz ki, sizdə harda blokaj var, harda yoxdur. Çünki bu webinar ümumi məsələləri əhatə eləyir və yəni spesifikləşdirə bilmirəm. Bacardığım qədər nümunələrlə izah edəcəm ki, siz də başa düşəsiniz nə var, nə yox. Və bu webinar nə deyil? Mən bu webinarda sizə pul qazanmaqla bağlı dərs verməyəcəm. Burada sizə bu addım at, bu işi gör, pul gələcək tipli strategiyalar öyrətməyəcəm və bu webinar hər dərsdə deyil. Yəni buradan bəli, dərhal pul axışı olmayacaq. Amma ola bilər ki, ola da bilsin. Çünki hər kəsin şüuraltısı tamam fərqlidir. Hər kəsin götürmə qabiliyyəti fərqlidir və hər kəsin hazır olma dərəcəsi tamam fərqlidir. Və burada sizə hazır cavablar verməyəcəm. Çünki hər kəsin daxili aləmi tamam fərqlidir. Hər kəs tamam fərqli ailədə böyüyüb, fərqli çevrədə böyüyüb. Ən əsası hər birimiz tamam fərqliyik. Bir ailədə iki bacını düşünün. Hər kəsin öz blokajı olur, hər kəsin öz travması olur, hər kəsin öz problemi olur. Ona görə də burada sizə hazır cavablar verilmir. Ümumi məsələlərdən danışacağım və siz də baxacaqsınız ki, harda reaksiya verirsiniz, harda reaksiya vermirsiniz, hansı blokajlarınız var. Və istəyirəm özüm haqqında qısaca məlumat verim ki, mən Tünzalə Rüstəmova, şüuraltı pul mexanizmləri üzrə mütəxəssisəm. Hazırda yalnız qadınlarla çalışıram, 100-dən çox qadınla işləmişəm, seanslarda, marafonlarda və bugün klubumuz fəaliyyət göstərir yalnız qadınlar üçün. Və hər birinə də gözəl nəticələr vermişəm. Hər biri də hazır olub ki, bu nəticələr alıb təbii ki. Bəli, webinarımız başlayır. Söhbətlə baxım. Başlayaq.
Deməli, bu gün burada pulla bağlı şüuraltımızdakı qorxuları, kodları və sistemimizdəki enerjini, ailə sistemimizdəki enerjini birlikdə araşdırırıq. Dedik ki, pul yalnız kağız və ya rəqəm deyil. Pul bizim həyatımızda daha dərin bir şeydir. Məsələn, pul bizim güvənimizi ölçür. Necə? Pulumuz olanda rahat oluruq. Pulumuz olmayanda narahat oluruq. Düzdür, bəzi insanlarda pul olsa da bəzən narahat ola bilirlər. Bunun haqqında danışacağıq növbəti slaydlarda, növbəti dəqiqələrdə. Çünki bəzi insanlar pul qazansa da pulları o sırada saxlaya bilmirlər, görə bilmirlər. Pul bizim qorxularımızı göstərir. Pulu xərcləyəndə, bəzən itirəndə hansı qorxularımız var? Baxın, pul necə böyük bir aynadır. Bizim özümüzlə münasibətimizi, həyatla münasibətimizi göstərir. Pul həmçinin bizim dəyərimizi göstərir. Necə? Biz özümüz pula nə qədər hazırıq? Nə qədər pula özümüzə layiq görürük? Bugün siz nə qədər qazanırsa, deməli özünüzə o qədərini layiq görürsünüz. Və pul biz özümüzə nə qədərini layiq görürüksə, o qədər gəlir bizə yalnızca. Daha sonra pul bizim həmçinin münasibətlərimizi göstərir. Bizim özümüzlə münasibətimizi, sistemlə münasibətimizi, ailəmizlə, partnyorumuzla, Allahla münasibətimizi göstərir. Məsələn, əgər bir nəfər deyirsə ki, mənə pul gəlmir, o zaman mən düşünürəm ki, aha, bu insan deməli həm də düşünür. Allah mənim səsimi eşitmir, mənim dualarımı eşitmir, məni görmür, mənə pul gəlmir. Və deməli sistemə də qarşıda çıxır, sistemə qarşıda üsyanı var, haqsızlıqdır, ədalətsizlikdir, mən görünmürəm, mənim pulum yoxdur. Yəni, bir cümlə sizin necə daxili aləminizi açıb tökə bilir, düzdür? Ümumiyyətlə isə bəli, pul neytraldır. Yəni, nə yaxşı bir şeydir, nə pis bir şeydir. Sadəcə uşaqlıq təcrübələrimiz və ailə mühitində gördüyümüz bəzi şeylər, yaşadığımız hadisələr bizdə müəyyən hissləri və inancları kodlayır. Məsələn, nümunələrlə dedim, izah edəcəm ki, hər kəsə tam aydın olsun. Əgər bir ailədə davadalaş, konflikt olursa və uşaq üçün deyək ki, xüsusən də 0-7 yaş aralığında bu nə deməkdir? Onun beyninə yazılır ki, pul təhlükədir. Pul ailənin dağılma ehtimalıdır. Pul tərk edilməkdir. Pul qorxudur. Daha sonra, əgər ailədə pul xərcləyərkən günahkarlıq hissi olunubsa və ya pul xərcləmə icazə verilməyibsə, bu zaman pul uşağın yaddaşında, şüuraltısında yazılır. Pul deməli günahkarlıqla bağlı bir şeydir. Yox, əgər deyiblər ki, qadın pul istəməz, çox pul istəmək ayıbdır və bizim şüuraltımızda yazılır ki, pul deməli utanc mənbəyidir. Yox, əgər bir ailədə sevgi və qəbul olunmaq pulla bağlı olubsa, deməli həmin uşağın yaddaşına da yazılır ki, pul deməli sevgidir. Pul deməli qəbul olunmaqdır. Xüsusən də bugün bizim mentalitetimizdə özünüz görürsünüz. Bir insanın pulu varsa, o rahat şəkildə qəbul olunur. Ona hörmət də göstərilir. Xüsusən də əgər ailədə müqayisə olunan bir uşaq olmusunuzsa, bugün siz istəyirsiniz ki, daha böyük bir olasınız, daha rahat qəbul olunasınız, amma gördüyünüz kimi bu enerji biraz ağır enerjidir. Çünki əgər bir uşaq müqayisə olunubsa, xüsusən buna toxunmaq istəyirəm, çünki bir neçə nəfər məndən bunu soruşmuşdu. Əgər bir uşaq müqayisə olunubsa, deməli, nə fikirləşir? Mən hələ balacayam, mən yetərsizəm, məndə səhv nəsə var və o daim düşünür ki, mən bunu necə düzəldə bilərəm. Daim düzəltməyə çalışır özünü, daim hazır olmağa çalışır. Amma biz nə vaxt hazır oluruq? Nə vaxt hazır oluruq? Kimin cavabı var? Biz heç vaxt hazır olmuruq, qızlar. Biz heç vaxt hazır olmuruq. Təəssüf ki, belədir. Qorxsaq da, utansaq da, günahkar hiss etsək də, nə vaxt ki, addım atırıq, hərəkətə keçirik, o zaman hazır oluruq. Hazır olmaq hərəkətdən sonra gəlir. Keçək növbəti slaydımıza. İndi istəyirəm hər kəs yazsın və dərin bir nəfəs alırıq. Səsli şəkildə deyin pul. Mən pul istəyirəm, pul. Bədəniniz necə reaksiya verir? Nə hiss edirsiniz?
Çünki bəzən biz pulla bağlı xatirələrimizi xatırlamırıq. Çünki şüuraltı özünü dondurur. Ağır duyğular yaşamamaq üçün, yenidən hiss etməmək üçün. Amma bədən xatırlayır. Pul eşidəndə bədəniniz necə reaksiya verir? Pul qazanmaq, pul xərcləmək, həsrət, təşviş. Hı. Maraqlı. Bəs pul gələndə rahatlıqmı yaşayırsınız, yoxsa narahatlıq, gərginsizmi? Çünki bəzi insanlara pul gələndə rahatlayır, bəzi isə narahat olur. Nə edir? Tez pulu yox eləyir, xərcləyir, itirir, başına bir hadisə gəlir və o pulun çıxacaq bir yeri olur. Rahat olur. Pul gələndə də gərginlik olur, bəli. Üşütmə, bəli. Ürəyiniz sıxıla bilər, gərginlik hiss edə bilərsiniz, üşüyə bilərsiniz, bədəninizə istilik gələ bilər, ürəyiniz dup-dup-dup bərk-bərk əsə bilər. Bəs pul xərcləyəndə sizdə hansı hiss dominantdır? Həzinənmi xərcləyirsiniz, zövqünənmi, yoxsa qısıtlayırsınız, günahkar hiss edirsiniz? Hətta bir çox məndə müştərim olub. Pul xərcləyəndə çox rahatdılar, çox xoşbəxtdilər, amma sonradan günahkar hiss edirlər. Kaş xərcləməzdim, kaş bunu etməzdim, kaş saxlayardım. Gələcəkdən qorxmaq, bəli. Görməməyə çalışmaq. Bəli, bədənimiz heç zaman unutulur. Çox maraqlı. Görürsünüz necə fərqli reaksiyalar var. İndi deyə bilərsinizmi ki, pul sadəcə puldur. Neytral bir şeydir. Deyə bilərikmi? Deyə bilmirik, təəssüf ki. Gəlin baxaq ki, pul şüuraltımızda necə kodlanır. Çünki biz dedik ki, bəzilərimizdə pul təhlükə kimi kodlanıb, bəzilərimizdə ayıb, bəzilərimizdə günahkarlıq. Daha geniş şəkildə təbii ki, danışacağıq. Amma indi izah eləmək istəyirəm ki, şüuraltımız necə işləyir. Şüuraltımız nədir? Bizim avtopilot sxemimizdir, sistemimizdir. Məsələn, maşın sürməyi öyrənirsiniz. Nə baş verir? Bir dəfə öyrənirsiniz, artıq hər dəfə baxmırsınız ki, qaz hardadır, əyləc hardadır. Rahat şəkildə sürürsünüz. Artıq avtopilotda sürürsünüz maşını. Şüuraltımız da belədir. Xüsusən 0-7 yaş aralığında ailə sistemimizdə nə görmüşüksə, hansı duyğuları yaşamışıqsa, anamızla, atamızla münasibətimiz necə olubsa, anamızın atamızla münasibəti necə olubsa, onların pulla münasibəti necə olubsa, hamısı yazılır şüuraltına, kodlanır. Və bizim əsasən də 18 yaşdan sonraki həyat ssenarimiz 0-7 yaş aralığında nə yazılıbsa onun üzərində davam edir, yeni duyğularla. Şüuraltını bir süngər kimi təsəvvür edin. Çünki o yaşlarda uşağın məntiqi hissəsi, yəni beynin məntiq tərəfi hələ formalaşmayıb. Uşaq yalnız görür, müşahidə edir və təkrarlayır. Beləcə, uşağın şüuraltısında kodlanır ki, pul nədir? Gəlin nümunələrini indi izah edeyim. Deməli, evdə pul üstündə davadır. Bəlkə də çoxunuzun ailəsində olub. Evdə davadalaşdım. Ana ataya girib, ata anaya girib. Pul çatmır, problemdir. Və şüuraltına nə yazıldı? Uşağın şüuraltına artıq yazıldı. Pul deməli təhlükədir, pul deməli davadır, pul deməli ailənin dağılma riskidir. Və böyüyəndə nə olur? Bəli, hər kəs çox pul istəyə bilər. Qazancını artırmaq istəyə bilər. Amma həmin insan içində qəribə bir narahatlıq yaranır. Baxın, deyirsiniz ki, pulu görə bilmirəm, görmək istəmirəm. Çünki pul təhlükə kimi yazılır və o təhlükəni uzaqlaşdırmaq üçün nə etmək lazımdır? Pulu uzaqlaşdırmaq lazımdır. Bu zaman nə olur? Ya pulu itiririk, ya xərcləyirik, ya özümüzü sabotaj edirik. Sabotaj bilirsiniz nədir? Daxili konflikt. Mən pul istəyirəm, amma pul axı təhlükəlidir. O zaman nə edirəm?
pulu qarşısını, axının qarşısını dayandırıram. Nəsə bir şey eləyirəm. Nəsə məni o işdən uzaqlaşdıracaq, nəsə uğurumun qarşısını alacaq. O pula çatmayacaq hər şeyi edirəm ki, çatmayım sadəcə. Çünki pul mənim üçün təhlükədir. Növbətinə baxaq. Pul çirkli şeydir. Pul əl çirkidir. Var dövlət adam pozur, zənginlər haram yeyir. Zənginlərin ailəsində həmişə elə xəstəliklər olur ki, heç pul da onların köməyinə çata bilmir. Pul insanı dəyişdirir, çox pul yaxşı şey deyil. Siz hansı sözlər eşitmisiniz ailənizdən? Mənə çox maraqlıdır ki, mənim eşitmədiyim hansı bir söz var. Silmək barədə danışacağıq. Birinci izah eləyək ki, sizdə hansı sxemlər işləyir. Siz ailənizdən hansı sözləri əsasən eşidirdiniz? Ailə sisteminizdə hansı sözlər əsasən olub? Mən deyim, Buyurun. yazmalıyam ya deyim. Ən Deyin, çox olar. İnteraktiv keçirək. ən çox eşitdiyim uşaq vaxtı söz haramçılığı ilə it əti, ilan sümüyü. Bax, belə bir yadıma gəlir ki, belə söz eşitmişəm. İlk dəfə də eşidirəm, çox maraqlı. Hə, mən də. Yəni beynimə həkk olunub. Haramçılıq, it əti, ilan Çünki sümüyü. bunu qısaca Əsl izah söz edeyim nə deməkdir. Çünki bəli, buyurun. siz buyurun. Təşəkkür edirəm. Demək, bu hamımızın əslində beynində olan qorunma mexanizmləridir, müdafiə mexanizmləridir. Çünki əgər pul varsa, onu rahat qazanmaq olursa, niyə mən daha rahat qazana bilmirəm deyə beyin düşünür, şüuraltı düşünür, insan düşünür və bu zaman axı o komfort zonasından mı deyim, çıxa bilmir, ya proqramlarına mı qalib gələ bilmir. Bu zaman nə edir? Aha, deməli problem məndə deyil. Çünki düşünsə ki və qərar versə ki, məndədir məsələ, mən qazanmıram, qazanmaq istəmirəm. O zaman günahkar hiss edəcək və günahkarlıq çox ağır duyğudur. Buna girməmək üçün başlayır başqalarını günahlandırmağa. Pul, deməli haram pul qazanıb. Deməli dövlət problemlidir. Deməli şərait belədir. Başlayır qurban rolunda qalmağa. Və valideynlərimizin çoxu da qurban rolunda olduğu üçün belə sözlər deyiblər. Kontrolu əldə saxlaya bilmək üçün. Çünki əgər biz istəsək, onlar kontrolu əldən buraxırlar, günahkar hiss edirlər, bacarmadıqlarını düşünürlər və bu şəkildə deyək ki, kontrolu nəzarət əllərində saxlayıblar. Pul insanı dəyişdirir. 20 qəpik üstünə qoyar. Salam, Maraqlı. hər xeyir. Salam, Mən buyurun. ən bunu eşitmişəm, pul insanı dəyişdirir. Məsələn, kimisə pul olursa, onun həyat şəraitini uzaqdan görməyə başlayanda daha çox deyirlər, hə, o da dəyişdi məsələn. Və özüm də məsələn düşünürəm, birdən mən də dəyişərəm istər-istəməz. Ona görə hərəkət etmirəm. Çox maraqlı. Bunu izah edin. Pul insanı dəyişdirir deyəndə nə nəzərdə tutulur? Pulu bir lupa kimi düşünün. Lupa nədir? Böyüdür. Və bizim daxilimizdə nə varsa, pul da inanın ki, onu böyüdür. Əgər bizim daxilimizdə günahkarlıq varsa, o hiss böyüyəcək. Yox, əgər biz həqiqətən də yaxşı insanıqsa, o tərəflərimiz böyüyəcək. Ona görə burada günahı pulun üstünə atmaq o qədər doğru deyil məncə. Deməli, uşaq bunu eşitə-eşitə böyütdü. Nə yazıldı şüur altına? Yazıldı mı zəngin olmaq, pis insan olmaq? Pul və mənəviyyatsızlıq. Və həmin uşaq pul qazanmaq istəyərmi? Siz istəyərsinizmi pis insan olmaq? Pis insan olmaq o deməkdir ki, mən ailəmdən uzaq düşürəm, ailəm artıq məni bəyənmir, insanlardan fərqlənirəm. Kim istəyər ki, pis insan olsun? Bəli, əsl üzümüz ortaya çıxır. Həqiqətən də elədir. Bizim daxilimizdə nə varsa, onu böyüdür pul. Gəlin baxaq. Belə bir inanclarla, düşüncə tərzi ilə böyüyən bir insan biznes qurmaq istəyir, çox pul qazanmaq istəyir. Amma deyir ki, şüuraltı, axı biz çox qazansaq pis insan olacağıq. Real olan halda şüuraltı nə edir? Onu qoruyur, əlbəttə qoruyur. Çünki şüuraltımızın bir mexanizmi var, bir görevi var. Bizi qorumaq, bizi məhv olmaqdan qorumaq, bizi ölümdən qorumaq, bizi sağ saxlamaq. Amma biz pis insan olanda ailəmizdən uzaq düşürük
Ailədən uzaq düşmək məhv olmaqdır. Çünki lap qədim dövrlərdə necə olub? İnsan qəbilədən uzaq düşəndə, mağarada öz ailəsindən uzaq düşəndə məhv olurdu. Və bizim əsrlər boyu bədənimizdə, şüuraltımızda, beynimizdə, DNK-mızda həkk olunub bunlar. Əsrlər boyu, nəsillər boyu keçib bu. İndi ona görə də biz pis insan olsaq, ailəmizdən ayrı düşürük. Ayrı düşmək də nədir? Məhv olmaq. Ona görə də şüuraltı nə deyir? Gəl məhv olmayaq. Gəl çox pul qazanmayaq. Çünki dediyim kimi şüuraltı demir ki, gəl biz xoşbəxt olaq. Gəl bizim daha çox pulumuz olsun. Yox, şüuraltı deyir ki, tanış olan nədir? Çünki tanış olanda biz bilirik ki, nə reaksiya verə biləcəyik. Biz özümüzü necə qoruya biləcəyik. Amma tanış olmayan qeyri-müəyyəndir və beynimiz qeyri-müəyyəni heç sevmir, qorxur. Çünki bilmir nə baş verəcək. Təxminləri yoxdur, nə ola bilər orada? Mən orada nəsə baş verəndə necə reaksiya verə bilərəm? Çünki baxın, bəzi insanlar ümumiyyətlə uğurlu olmaqdan qorxur, pulun olmağından qorxur. Belə insanlar da var. Çünki dediyim kimi bilinməzlikdən qorxuruq biz. Deməli, biznes quran bu oğlan nə edir? Fürsətləri qaçırır. Müştəri gəlir, amma işləmək istəmir. Maaş artımı olur, amma qaçır. Gedib sözün deyə bilmir müdirə ki, mən istəyirəm ki, mənim maaşımı artırasınız. Və yaxşı qazandığı ayın ardınca gözlənilməz xərclər çıxır. Dediyim kimi, şüuraltı onu qoruyur. Biz elə bilirik ki, şüuraltımız bizə düşməndir. Biz hər zaman fikirləşirik ki, o bizə pislik eləyir. Amma biz düşünəndə ki, o bizi əslində qoruyur, bizi məhv olmaqdan. Bəlkə də ona təşəkkür edərdik. Üçüncü nümunəmizə baxaq. Yəqin ki, kasıb insanların evlərində bu söz çox işlənib. Pul çətinliklə qazanılır, pul asanlıqla gəlmir. Bizim bəxtimiz yoxdur. Çox işləməsən pul da qazanmaq olmur. Əziyyət çəkmədən gələn pul xeyir vermir. Və şüuraltı bu necə yazdı? Əziyyət, yorğunluq, ağır həyat. Kim istəyər ki, o qədər əziyyət çəksin, o qədər yorulsun, belə ağır həyat şəraiti yaşasın? Kim istəyər? Ən rahatı nə olur? Qazanmamaq. Ehtiyacım qədər qazanım bəs eləsin. Hətta elə olur ki, ehtiyaclara çatmır, amma insan dözür. Və indi biraz da daha dərinə enmək istəyirəm. Çünki pul psixologiyasında ən böyük təsiri iki insan göstərir bizə. Kimlər? Anamız və atamız təbii ki. Çünki biz pul haqqında düşünməyi kitabdan öyrənməmişik. Filmlərdən öyrənməmişik, hardasa görməmişik. Biz onu evdə görmüşük ilk. İlk orada hiss etmişik. Enerji kimi qəbul etmişik. Onu beynimizdə kodlaşdırmışıq. İndi baxaq. Anamızın puluna münasibəti. İstəyirəm ki, bir dəftər qələm götürəsiniz. Buranı işləyək birlikdə. Ana bizim üçün ilk təhlükəsizlik mənbəyidir. Dünyaya çıxdığımız ilk yerdir. Dünya ilə münasibətimiz olan. Baxın, biz çox zaman anlamırıq, amma biz bəzən hər şey anamızın gözü ilə baxırıq dünyaya, sistemə, atamıza, hətta özümüzə belə. Hiss etmisinizmi? Bəzən özünüzdən danışanda bu artıq sizin öz iç səsiniz olmur, anamızın səsi olur. Hiss etmisinizmi? İndi baxaq. Ananız evdə pulla bağlı hansı sözləri deyib? Pulla münasibəti necə olub? Məsələn, belə çöp adam çəkə bilərsiniz. Çünki burada həm də proyeksiyanı ayıracağıq birlikdə. Proyeksiya nədir? Anamızı və atamızı yanımızda hiss etmək üçün onları əks etdiririk pula, biznesə, işə, partnyorumuza, hər şeyə, həyata, Allaha. İndi buradan ayıraq birlikdə proyeksiyanı. Çöp adam çəkirsiniz bu şəkildə. Belə. Və yazırsınız. Anamın pulla münasibəti. Baxaq ki, anamızın pulla münasibəti necə olub? Azərbaycan ailəsində anamız bilirsiniz ki, çox fədakar olub, çox xilaskar olub, vəziyyətkeş olub, zəhmətkeş olub. Hər zaman başqalarını düşünüb, özünü düşünməyib, özünə pul xərcləməyə qıymayıb. Əvvəl başqaları sonra mən deyib. Aha, evdə pul yox deyə stres yaşanıb. Hamısını qeyd eləyin.
Hamısını yazın. Başqa nə olub məsələn? Çatışmazlıq enerjisi olub həmişə. Anamız həmişə qorxub ki, çatmayacaq pul, ehtiyaclarımız yarımçıq qalıb, alış-veriş eləyəndə çox bahadır, pul qurtardı. Belə getsə batacağıq, çatdırmayacağıq. Burada uşaq anlayırmı? Bu iqtisadiyyatla bağlıdır. Pulu yox. O başa düşür, uşaq orada başa düşür ki, pul deməli təhlükə, nəsə təhlükə var. Yəni ucuzdan alıb, bəli, qeyd edin hamısını. Axırda baxacağıq. Analarımız özü üçün pul xərcləməyib. Başqalarına. Elə olub ki, atalarımızda çox olur. Ailəyə pul çatmır, amma kimsə pul istəyəndə tez qaçır verir. Tapılır hardansa pul. Ana özünə xərcləməyəndə uşaq nə düşünür? Düşünür ki, deməli özünə xərcləmək olmaz. Çünki bəzən elə düşünürük ki, uşağa xərcləyək, o yaxşı yaşasın, daha çox görsün və ya onun ehtiyacları ödənsin. Uşaq düşünmür ki, mən də özümə bunu eləyim. Düşünür ki, anam nə reaksiya göstərdi, anam necə hərəkətlər elədi və böyüyəndə o da onu eləyir. Özünə xərcləmir. Mən bu qədər layiq deyiləm deyə düşünür. Yazdınızmı? Bəli, qıtlıq bilinci. Həm ailəmizdən, həm nəsillər boyu bizlə gələn bir şeydir. Əgər varlı ailədən gəlmirsinizsə, kasıb ailədən gəlirsinizsə, mütləq ki, qıtlıq bilinci var. Yazdınızsa, indi baxın, bir-bir səsli şəkildə oxuyun. Oxuduqca hiss edin, sizdə hansılar var? Bugün ananızın sxemlərindən hansılar siz təkrar edirsiniz? Və baxın, ananız, məsələn, biz çox vaxt qınayırıq anamızı ki, niyə belədin, nə elədin və indi baxın ki, siz nə qədər ananıza bənzəyirsiniz. Sxemlər hamısı, bəli, qınadığımız yerdən həmişə sınanırıq. Nə görmüşüksə, onu da görmüşük, düzdürmü? İndi baxın, necə də anamıza bənzəyirik, necə də anamız kimi davranırıq, necə də pulu anamız kimi istifadə edib xərcləyirik. İndi isə yanında bir dənə də top adam çəkirsiniz, bu isə sizsiz. Və baxın ki, necə fərqlidirlər. Biri sizsiz, biri ananızdır. Çünki bəli, biz anamızdan doğulmuşuq, amma eyni insan deyilik. Biz fərqliyik, anamız fərqlidir. İndi ananıza baxırsınız və deyirsiniz, əziz anam, səsli şəkildə, əziz anam, səni indiyə qədər qınadığım üçün üzr istəyirəm. Başa düşürəm ki, elə mən də sənin kimiyəm. Və başa düşürəm ki, sənin qızın olsam da, sən ayrısan, mən ayrıyam. Və həyatımda pulu istədiyim kimi yarada bilərəm, xərcləyə bilərəm. Mən artıq böyümüşəm və öz sxemlərimi qura bilərəm. Dərin bir nəfəs alın və nəfəsi yavaş-yavaş verin. Nə hiss edirsiniz? Əsəb, aha. Niyə əsəb? Çox maraqlıdır. Baş ağrısı normaldır, reaksiyalar çox. Görün, nədən reaksiya verir həmişə? İçinə, anaya oxşamamışsınız ki, öskürün, ağlamaq gəlsə ağlayın, əsəb gəlsə qışqırın, emosiyalar saxlamayın özünüzdə. Özünüz üçün xeyirdir. Hissləri buraxdıqca narahat olacaqsınız. Ürəyiniz narahatsa, əlinizi qoyun ora. Əlinizin enerjisi ilə oranı isidin. Rahatlaşdırın. Buradayam, təhlükəsizlikdəyəm. Yine özünüzə.
Hazırsa keçək indi atamızla münasibətə. Atamızın puluna münasibəti. Demək, ata evdə qazanan enerjini təmsil eləyir və atalarımız necə olub? Yenə bir çöp adam çəkirsiniz, bu dəfə atamızı eləyirik. Atamız çox işləyib, amma az qazanıb, həmişə yorğun olub. Bəzən mən qazanıram, sözdə mənimdir deyib, gücdə mənimdir deyib. Bəzən məsuliyyətsiz olub və evdə bütün yükü anamız götürüb. Belə real nümunələr də var. Sizdə nələr olub? Atanız pulla bağlı nələr deyib, nələr edib, əziyyətlə qazanmaq. Atamda qanadıqlarını. İndi yazın, atanızda necə olub? Bəlkə çox qazanıb, amma itirib. Bəlkə sizə verməyib, öz bacı qardaşlarına eləyib, öz ailəsinə eləyib, öz nəsli üçün eləyib nələrsə. Bəlkə sevgi verməyib. Bəlkə məsuliyyətsiz olub. Gəl nümunələrini izah edeyim. Ata çox əziyyət çəkir, gecə gündüz işləyir, yorğun gəlir, bu ailə üçün canımı qoyuram deyir. Burada uşaq üçün mesaj nədir? Pul deməli ağır yükdür, pul deməli məsuliyyətdir, yorğunluqdur. Bugün çox insan mənə müraciət edir ki, Tünzalə xanım, mən məsuliyyət götürə bilmirəm. Deyirəm, normaldır, götürə bilmirsən. Normaldır. Çünki bizim ağlımızda qalıb ki, məsuliyyət ağır bir yükdür, hamının yükünü götürməkdir, bütün gün işləməkdir, yorulmaqdır. Və indi anlaya bilərik ki, əslində məsuliyyət seçimdir. Bizim düşündüyümüz məsuliyyət isə, ağır yüklər isə bizə aid olmayan yüklərdir. Məsuliyyət nədir? Mən özümü seçirəm, mənim öz seçimlərim var. Mənim öz məsuliyyətlərim var. Öz həyatımla bağlı seçimlərim var. Anamın da məsuliyyəti özünündür, atamınki da, qohumların da, digər insanların da, hətta qızımın, oğlumun da. Hər kəsin öz məsuliyyəti var. Çünki biz bilməmişik evdə bizim sərhədimiz hara qədərdir və məsuliyyət ona görə düzgün götürə bilməmişik. Buna da danışacağıq evdə uşaq rollarından. Bugün çox adam deyir ki, mən pul sanki hak etmirəm, layiq deyiləm sanki pula. Ağır işləmədən, o işin tam haqqını vermədən rahat qazancı qəbul edə bilmir insanlar. Və bəzi ailələrdə ata pulu ilə gücünü göstərir, hakimiyyətini göstərir, dominantlığını göstərir. Mən qazanıram, deməli sözdə məndədir, pul mənimdir. Burada mesaj nə olur? Bəli, buyurun. Danışmaq istəyirsiniz? İşlənməlidir, buraya sənədi işlənməlidir. Və burada mesaj olur ki, deməli pul gücdür, pul dominantlıqdır, pul insanları əzməkdir. Belə insan birisi bu yöndə necə olur? Ya pulu həqiqətən güc kimi istifadə edir, başqalarını əzir, ya da puldan qorxur. Çünki nə deyir? Ata, mən sən kimi olmayacağam. Ata, mən sən kimi etməyəcəm. Ona mən sən kimi olmayacağam. Mən sən kimi davranmayacağam. Mən sən kimi etməyəcəm. Və biz bu protestdir, bu üsyandır. Protest edəndə etdiyimiz şeyi yenidən yaşayırıq. Bu qanunda, həyatın qanunu. Nəyi ki qınayırıq, onu da yaşayırıq həyatımızda. Üçüncü nümunəmiz, кейsimiz isə ata məsuliyyətsizdir. Pul qazana bilir, amma itirir, risklər edir, borcları yaranır, bəzən ümumiyyətlə işləmir, ana işləyir evdə, bütün yükü o götürür. Və uşağın beynində nə mesaj qalır? Pul sabit deyil, pul qalıcı deyil. Belə insan böyüyəndə təbii ki, qazansa da saxlaya bilmir. Pul onda gəlir və tez də gedir və onda sabitlik hissi yoxdur. Beləliklə bolluq hissi də yarana bilmir. Sizdə hansıdır? Qazanan olub, amma saxlamayıb. Demək, baxıram. Yardım çoxlu pullarını itirib. Bugün yəqin ki, siz də pul itirməkdən qorxursunuz. Qazanmağa meyilli olmayıb. Aha. Məsuliyyətdən qaçıb. Və bugün bizə də yəqin ki, məsuliyyət qorxulu gəlir. Addım ata bilmirik, hərəkət edə bilmirik.
Əgər əzəcəm deyirsinizsə, çox güman ki, ya müqayisə olunan uşaq olmusunuz, ya sizlə dalga geçmək nə deməkdir? Mən də türklərə də. Yəni sizi ola bilsin ki, əziblər, sizi görməyiblər, kiçik olmusunuz, kiçildiblər sizi. Siz də bugün özünüzü sübut etmək üçün başqalarını əzmək istəyirsiniz. Lağ etmək, bəli. Mhm. Bəli, lağ olunubsa çox zaman görünməmişiksə, biz də bugün özümüzü sübut etmək üçün pul qazanmaq və həmin insanları əzmək istəyirik. İndi nə edirsiniz? Baxırsınız atanızın orada fiquruna və deyirsiniz, əziz atam, mən indi anlayıram ki, sən sadəcə mənim atamsan. Bugün mən böyümüşəm və qərarları özüm verə bilirəm. Səndən fərqli həyat yaşaya bilərəm. Səndən fərqli həyat sxemlərim ola bilər. Pulu daha fərqli xərcləyə bilərəm, qazana bilərəm, məsuliyyət götürə bilərəm, öz həyatımı qura bilərəm. Mən bacararam, mən özümə inanıram. Mən artıq böyümüşəm və məsuliyyət götürməyə hazıram. İndi necə hiss edirsiniz? Qəzəbli. Çıxardın aqressiyanı, qışqıra bilərsiniz. Yastığı ağzınıza basın və qışqırın. Saxlamayın içinizdə. Xüsusən qadın üçün kortizol, aqressiya çox təhlükəlidir, çox ağırdır. İndi başa düşürükmü? Anamız, atamız, bəli, bizim valideynlərimizdir, amma biz artıq böyümüşük, biz uşaq deyilik. İstədiyimiz həyat ssenarisini yarada bilərik. Pulu istədiyimiz kimi qazana bilərik, istədiyimiz kimi xərcləyə bilərik. Anata ssenarilərindən çıxa bilərik. Narahat. Yalla, indi keçirik evdə uşaq rollarına və pul blokajlarımıza. Demək, məsuliyyətli uşaq nədir? Çox zaman olgunlaşmamış ana-ata ilə böyüyən uşaqlar tez böyürlər, tez məsuliyyət götürürlər. Və nə edirlər? Mən tez böyüyüm, mən ana-atama kömək eləyim, onları daha yaxşı yaşadım, onlara kömək eləyim. Mən hər şeyi edim. Və bu zaman uşaqda nə yaranır? Yəni, uşaq olmalı vaxtında böyük olur, yetişkin olur. Böyüyəndə isə yorğun olur. Çünki uşaq vaxtından çox ağır yüklər götürüb. Çox yorğundur. Pul da rahatlıqla gəlmir, qazandığı puluna rahatlıq vermir. Xilas edən uşaq. Neyinir? Evdə ananın, atanın emosiyalarını üzərinə götürür, özünü günahkar hiss eləyir. Ananı atadan xilas eləməyə çalışır, atanı anadan qurtarmağa çalışır. Evdə ortada qalmış uşaq. Ana ağlayır, ata səbləşir, uşaq bilmir neynəsin. Hansını sakitləşdirsin. Və belə uşaq böyüyəndə necə olur? Özünü geri plan atır. İkinci plan atır. Başqalarını sakitləşdirməyə çalışır. Başqalarını rahatlatmağa çalışır. Qazandığı pulu başqalarına verir. Hamıya kömək eləməyə çalışır, hamını xilas etməyə çalışır. Və gəlirik görünməz uşaq. Evdə dava olur. Evdə dava olur və uşaq donur qalır. Mən nə edim? Bilmir nə etsin və görünmür, gizlənir. Və bu uşaq böyüyəndə bilirsin necə olur? Qazanma potensialı yüksəkdir, amma görünmək axı təhlükəlidir artıq onun üçün. Ona görə gizlənir. Qabiliyyətləri çox olur. Amma heç birini üzə çıxara bilmir, hərəkətə keçə bilmir, addım ata bilmir, görünməkdən dəli kimi qorxur. Çünki görünmək təhlükəlidir onun üçün. Və üsyankar uşaq. Valideynlərə qarşı çıxır, qaydaları qəbul etmir, sistemə qarşı çıxır, mən sizin kimi olmayacam deyir. Və belə olanda nə baş verir? Ya həddindən artıq risk eləyir, risk alır. Ya da ki, ümumiyyətlə heç nə etmir, özünü yenə sabotaj eləyir, geri çəkilir. Və görürsünüz, heç birində uşaq
öz yerində deyil. Ya böyüyür, ya xilas edir, ya görünmür, ya ana atasını qınayır və yenə mərkəzdə ana ata olur, valideynlər olur. Uşaq hardadır? Qışqırmaq çox yaxşı. Addım atmamaq, bəli. Davaların səbəbini belə özüməm deyə düşünürdüm. Günahkarlıq, bəli. Uşaq yaşlarından biz necə günahkarlıq duyğusu ilə böyümüşük. Hamımızda olub, bəli. Çox təəssüf ki. Və yaxşı xəbər odur ki, o proqramlar öyrənilib, yaddaşımıza yazılıb, şüuraltımıza və bizim şüuraltımız, beynimiz elədir ki, elastikdir. İstədiyimiz kimi onu dəyişdirə bilirik. O proqramları dəyişdirə bilirik. Bəli, yaşadığımız heç bir şeyi mən dəyişdirə bilmərəm orada. Nə psixoloqlar, nə psixoterapevtlər, nə koçlar dəyişdirə bilməz yaşadıklarınızı. Amma oradakı sizin duyğularınızı, reaksiyalarınızı neytrallaşdırıb şüuraltınızı yenidən proqramlaşdırmaq olar. Hazırlıq meditasiyaya. Bugün çox gözəl meditasiya edirik. İndi özünüzü necə hiss edirsiniz? Yazın mənə. Neytral. Əsəbisiz. Əsəbisizsə qışqırın, biraz da qışqırın. Buradan çıxandan sonra idman edə bilərsiniz. Aqressiyanı buraxacaq şəkildə. Sakit, əla. Baxın, hər kəs necə də fərqlidir. Hər kəs necə də reaksiyalar fərqlidir. Yaşadıkları fərqlidir. Hazırlıqsa gözlərimizi yumuruq. Dərin, dərin, dərin bir nəfəs alırıq. Bütün bədənimizi rahatladırıq. Bu meditasiyanı hamının etməyini məsləhət görürəm. Hamının etməyini məsləhət görürəm. Çünki sıfırdan pulla yenidən münasibətimizi qırırıq. Gözlərimizi yumuruq, dərin bir nəfəs alırıq. Nəfəsi verdikcə rahatlaşırıq. Bədənimiz rahatlaşır. İndi gedirik uşaq yaşlarımızda. Hardakı pulla ilk tanışdığımız ola bilər. Puldan qorxduğumuz bir an ola bilər. İcazə verin, şüuraltınız sizi ora aparsın. Uşaq yaşlarınızda, xüsusən də 7 yaşınıza qədər özünüzü təsəvvür edə bilsəz, çox gözəl olar. Təsəvvür edin ki, pul dayanıb qarşınızda. Bir pul fiquru. Necə görünür? Tək puldumu, çox puldumu? İsti, soyuq, böyük, balaca, bəlkə bir insana oxşuyur. Kimdir? Necədir? Və siz ona baxanda nə hiss edirsiniz? Tam olaraq hiss eləyin. Nə baş verir orada? Qaçmırıq heç bir hissdən. Mən buradayam. Sizə yön verəcəm, istiqamət verəcəm. Təhlükəsizlikdəsiz. Hər şey yaxşıdır. Güvəndəsiz. Sadəcə bir prosesdən keçirik. Pula baxanda nə hiss edirsiniz? Pul orada və siz oradasınız. Nə hiss edirsiniz? İndi isə təsəvvür edin ki, indiki yaşınızda siz neçə yaşınız var? 26, 35, 40, 50, 18. İndiki yaşınızdan gedirsiniz o balaca uşağın yanına. O sizsiz. Bəlkə qorxur, bəlkə ağlayır, bəlkə qaçmaq istəyir, bəlkə təşvişlidir, bəlkə nə edəcəyini bilmir, bəlkə günahkar hiss eləyir. Onun boyuna enin, onun gözlərinə baxın, əllərinizi qoyun onun çiyinlərinə və deyin, əziz balaca, səsli şəkildə, əziz balaca, mən gəldim, buradayam. Bağışla ki, uzun illər ərzində səni burada unutmuşdum. Sənin varlığını unutmuşdum. Amma mən gəldim, buradayam. Dərin bir nəfəs alın.
Uşağa baxın, biraz da onu qucaqlayın. Nəyə ehtiyacı var? Saçının sığallanmasına, bəlkə qucaqlanmağa, bəlkə öpüşlərə qərq olmaq istəyir, bəlkə ağlamaq istəyir, amma icazə verilməyib, qışqırmaq istəyir, icazə verilməyib. Hamısına indi icazə verin və ona deyin, sənə hiss etmək olar, əziz balaca. Sənə istəmək olar, sənə görünmək olar. Qorxma, artıq mən buradayam. O uşağı tam sakitləşdirin. Sizinlə güvəndə hiss eləsin və varlığınızı tam hiss eləsin. Başa düşsün ki, artıq buradasınız. Onu tərk etməyəcəksiniz. Onunla biraz vaxt keçirə bilərsiniz. Çünki uzun müddətdən sonra bəlkə də ilk dəfə görüşürdünüz. Nəyə ehtiyacı var? Ana atasından nə istəyirdi, onlar vermirdi, verə bilmirdi. Bugün siz ona verə bilərsiniz. İndi o uşağın valideyni siz ola bilərsiniz. Özünüzə icazə verin, özünüzü sevindirməyə, o balacanı sevindirməyə, onun ehtiyaclarını ödəməyə. Nəfəs almağı unutmuruq. Dərin bir nəfəs alın, nəfəsi yavaş-yavaş verin. Bütün bədəninizin rahatladığını hiss eləyin. Və hiss eləyin o uşaqla vaxt keçirdikcə necə də rahatlayırsınız. Necə də bədəninizə istilik gəlir. Sevgi ilə dolursunuz. Və indi o uşaq artıq sizlə güvəndə hiss eləyirsə, onun əlindən tutursunuz və pulla qarşı-qarşıya dayanırsınız. İndi o uşağı pulla tanış edin. Çünki bizdə heç vaxt pulla tanış edən olmuyor. Biz birdən böyümüşük, heç bilməmişik pul nədir, pulla necə davranmaq lazımdır. Və ona göstərin, deyin, əziz balaca, bu puldur. Mən sizi tanış eləyirəm. Və pula da tanış eləyin. Pul, əziz pul. Bu Zəhradır, bu Nurdur, bu Günadədir, bu Tinzailədir. Tanış olun. Və ona göstərin ki, pul qorxulu bir şey deyil əslində. Bu sadəcə puldur. Onunla necə davranmaq lazım olduğunu isə biz təyin edirik. Biz təyin edirik. Pul bizdən böyük deyil. Hiss eləyin, pul sizdən balacadır. Pulu yaradan da bizik, xərcləyən də bizik. Onunla davranan da bizik. Biz elə bilirik ki, pul bizim ağamızdır. Pul bizdən böyükdür. Və ilk dəfə hiss edin ki, pul sizdən balacadır. Pul sizdən balacadır. Pulu yaradan da sizsiz. Xərcləyən də sizsiz. Pul sizi xərcləmir, siz onun ağasısınız, siz onun sahibisiz. Bunu ilk dəfə hiss eləyin. Və baxın, pul qorxulu bir şey deyil. İndi o uşağa baxırsınız və deyirsiniz, əziz balaca, ana-ata sistemimizdə pulla necə davranıblarsa davranıblar. Bu artıq keçmişdə qaldı. İndi mən böyümüşəm. Və bizim sistemimizdə pulu istədiyimiz kimi yarada bilərik, xərcləyə bilərik. Pulla istədiyimiz kimi davrana bilərik. Anamız, atamız ayrıdır, biz ayrıyıq. Anamız, atamız ayrıdır, pul ayrıdır. Pul ayrıdır, mən ayrıyam. İndi baxın, o uşaq nə hiss eləyir, siz nə hiss eləyirsiniz? Pul sizin qarşınızda dayanıb, balaca bir şeydir. Və sizə xidmət etməyə hazırdır. İndi o uşağın əlindən tutun və yaxınlaşdırın pula. Yavaşca pulu götürsün əlinə. Tanış olsun. İyi necədir? Toxunanda necə hiss elətdirir? Materialı necədir?
O pulla nə etmək lazımdır? İndi siz böyüksüz və o uşağı öyrədin. Valideynlərinizin öyrətmədiyini siz ona öyrədin. İlk dəfə pulla tanış olsun. Pulla sağlam münasibət qursun. Ona öyrədin, pul nədir? Pul sizə nəyə lazımdır? Nəyə xərcləmək istəyirsiniz? O uşaq nə almaq istəyir? İcazə verin ona getsin, alsın. Pulla davranmağı öyrənsin. Bəlkə sadəcə saxlamaq istəyir, xərcləmək istəmir. İcazə veririk ki, uşaq pulla necə davranmaq istəyirsə, elə də davransın. Ona olar. İndi biz ona hər şeyə icazə veririk. Bizim öz uşağımız olsa, ona necə davranarıq? Öz daxil uşağımızla necə davranacağıq? Sevgi istəyir, sevgi verəcəyik. Qucaqlaşmaq istəyir, qucaqlayacaq. Dəyər istəyir, o dəyəri biz özümüz ona verəcəyik birinci. Hər zaman xatırlayın. Özünüzü günahlandırmazdan öncə, özünüzü cəzalandırmazdan öncə, özünüzlə pis davranmazdan öncə düşünün, mənim qızım olsa mən ona necə davranardım? Özümə davrandığım kimi davranardımmı? Yox, davranmazdım. O zaman özümə də elə davranacağım. Təsəvvür edin ki, siz özünüzə verilmiş bir əmanətsiz, Allah tərəfindən verilmiş. Niyə özünüzdən pis davranırsınız? İlk dəfə öz dəyərinizi hiss eləyin, varlığınızı, yaradılışınızı hiss eləyin, seçildiyinizi, ananız, atanız sizi görməyib, seçməyib, sevməyib, hər şey ola bilər. Amma onlardan öncə ilahi qüvvə sizi seçib, sizi sevib, sizi görüb və bura göndərib. Deməli, yaşamağa layiqsiz, daha çox pula layiqsiz, daha yaxşı həyat şəraitinə layiqsiz, daha yaxşı partnyora layiqsiz. Səsli şəkildə deyin, mən layiqəm, mən daha yaxşısına layiqəm, mən daha çox pula layiqəm, mən daha yaxşı həyat şəraitinə layiqəm, mən yaşamağa layiqəm, mən var olduğum üçün layiqəm. Ekstra bir şey etməyimə ehtiyac yoxdur. Dərin bir nəfəs alın. Nəfəsi yavaş-yavaş veririk. Və indi o uşağa söz veririk, səsli şəkildə. Əziz balaca, bundan sonra daha səni incitməyəcəm. Səni günahlandırmayacam. Səni görməzdən gəlməyəcəm. Nəsə demək istəyəndə mən səni eşidəcəm. Sevgi istəyəndə mən sənə sevgini verəcəm. Nəyəsə ehtiyacın onda o ehtiyacı mən ödəyəcəm. Mən səni qucaqlayacam. Öncə mən edəcəm. Söz verirəm. İndi o uşaq, qoyursa ovucunuza balaca bir şeydir. Və ona deyin, sənə uşaq olmaq olar. Sən uşaq kimi qala bilərsən. Vaxtından əvvəl böyüməyinə ehtiyac yoxdur. Sən sadəcə uşaqsan və uşaq kimi də qala bilərsən. Uşağı qoyursunuz ürəyinizə, ürəyinizin ən dərinliklərinə və hiss edəsin, ilk dəfə evi var. İlk dəfə ona pis davranmayan bir yer var. Hiss edin, o uşağın aid olduğu bir yer var. Dərin bir nəfəs alın, nəfəsi yavaş-yavaş verin. İndi hiss edin, o uşaq orada neynir? Bəlkə yorulub, yatıb, bəlkə qaçır, bəlkə rəqs edir, bəlkə oynayır, bəlkə sadəcə baxır. Və bədəninizdə istilik hiss edirsinizmi? İlk dəfə özünüzü gördünüz, özünüzü seçdiniz, özünüzə nəsə öyrətdiniz. Pulla münasibət öyrətdiniz özünüzə. Dərin bir nəfəs alın, nəfəsi yavaş-yavaş verin və hiss edin. Bədəninizdə nə ki ağırlıqlar var. Saç tellərinizdən, ayaq dırnaqlarınıza qədər, çiyinlərinizdən, göz qapaqlarınızda, belinizdə, kürəyinizdə, çanağınızda, ayaqlarınızda nə ki yüklər var. Hamısı yavaş-yavaş yerə doğru axmağa başlayır. Sanki siz ağır bir yükdən arınırsınız. Rahatlayırsınız. İlk dəfədir bu qədər rahat hiss edirsiniz. Yüklər olmadan insan necə də yüngül hiss edirmiş, necə enerjili,
Hissi enerjiləriniz özünüzə qayıdır, yüklər sizdən getdikcə yerə doğru axır və yerdə yox olur. Dərin bir nəfəs alın və gözəl enerjini daxilinizə çəkin. Və deyin, mən varam və buradayam. Mən yaşayıram və daha yaxşı yaşamağa layiqəm. Hazır olanda gözlərinizi aça bilərsiniz. Özünüzü necə hiss edirsiniz indi? Təəssüratlarınızı mənimlə bölüşün. Nə gördünüz pulla bağlı? Axşamınız xeyir Tünzələ xanım. Axşamınız xeyir, buyurun. Tünzələ xanım, mən gözümü yumub o uşağı görəndə gəldi üzümü oxşadı. Sonra başını qoydu belə ürəyimə tərəf, elə bil ki barışan kimi, mənimlə barışan kimi oldu. Çox maraqlı idi. Gözəl. Əla, şəfalar olsun. Çox sevinirəm. İnşallah ki ağladınız, ürəyiniz bulandı. Ürəyiniz bulandısa çox yaxşı gedirsiniz. Hamama qüsursuz. Çox sevincliyim. Təkrar necə etmək olar? Ayşən xanıma çox güman ki, YouTube-a qoyurlar. Görəcəksiniz orada. Hətta vəziyyətdəyim. Onlar ağlayın. İlk dəfə özünüzdən bəlkə də görüşdünüz. Daxil uşağınızdan görüşdünüz. Şəfalar olsun. Su içə bilərsiniz. Bugün özünüzü yormursunuz. Rahatlayırsınız. Və mən sizə necə kömək edə bilərəm bundan sonra? Kiçik büdcə ilə bizim hazırda şəxsi inkişaf və transformasiya klubumuz var. Orada nə edirik? Qadınlarla işləyirik. Sizi ilişdiyiniz nöqtədən çıxardırıq, döngülərinizi həll edirik, limitinizi, qazanc limitinizi yüksəldirik. Pul mövzusunda nə ki problemləriniz var, nə ki blokajlarınız var, hamısını işləyirik. Siz artıq pul qazanmaqdan qorxmayan, qazanan və artıran insan olursunuz. Klubda baxın 1 ay keçiririk. 1 ayın sonunda daha çox qazanmaqdan qorxmuruq. Psixoloji olaraq qazanmağa hazır oluruq. Əgər satışdayıqsa, kiçik sahibkarlıqsa, biznesimiz varsa, artıq xidmətimizin, məhsulumuzun qiymətini deməkdən qorxmuruq. Pul gəldikcə panikaya düşmürük və saxlaya bilirik. Öz dəyərini gəlirinlə uyğunlaşdıra bilən bir insan oluruq və bolluğu daşıyan bir qadın olmaq istəyirsinizmi? Köhnə pul hekayəni bağlamağa hazırsansa, qıtlıq düşüncəni bağlamağa hazırsansa, öz bolluğunu yaratmağa hazırsansa, bu klub sənin üçündür. Ödəniş 29 manatdır. 29 manat ödəyirsiniz və 1 ay bütün resurslardan istifadə edirsiniz. Burada nə var? Baxın, belə qəşəng meditasiyalarımız var. Texnikalarımız var. Sual-cavab sessiyalarımız var. Hər gün yazırsınız sualınızı və mən tərəfindən cavab alırsınız. Təhsil cavab yox. Tapşırıqlar sizə özəl. Çünki mən istəyirəm ki, həqiqətən siz nəticə alasınız. Çox gözəl nəticələrimiz var. Bu ay məsələn bizdə mövzu pul deyildi, sağ qalma mexanizmləri idi və qoşulsa da onları da ödənişsiz şəkildə əldə edəcəksiniz bu ay keçirilənləri. Həftəlik açıq seanslarımız olur. Şəxsən birə-bir görüşürük və probleminizi mənə deyirsiniz. Həll edirik, seans keçirik. Çalışmalarımız olur, tapşırıqlarımız olur. İndi isə suallarınızı gözləyirəm. Qiymət 29 manatdır. Bəli, klubdan olan xanımlar var burada. İnşallah gəlin. Çox gözəl olacaq. Mən sizə Telegram kanalımı göndərəcəm, çünki orada nələr olacaq, nələr. Orada həm ödənişsiz resurslarımız var, həm də sizin üçün çalışma hazırlamışam. Onu da əldə edəcəksiniz ödənişsiz şəkildə. Pulla yenidən kontakta girəcəksiniz, çünki biz puldan qorxuruq, pul istəməkdən qorxuruq. Bu dəfə qorxmayacağıq. Pulla qəşəng münasibətə girəcəyik. Pul bizdən qorxsun. Sualınız varsa, səsli şəkildə və ya yazılı şəkildə mənə deyə bilərsiniz. Səsinizi aça bilərsiniz. Danışaq. Necə qoşula bilərik? Kluba necə qoşula bilərsiniz? Ayşən xanım sizə Telegram kanalımın linkini göndərər, ora girərsiniz, həm tapşırığı əldə edərsiniz, həm də menecer nömrəsini verəcəm, yazarsınız, qoşularsınız.
Aha, suallara baxıram. Necə qoşula bilərək dedim, niyə xərçəngdən qorxu hissi keçirirəm? Yəqin ki, bitməyindən qorxursunuz. Səsli istəyirsiniz qoşulun, danışaq. Bəli, Gülnaz xanım klubdadır, təşəkkür edirəm. Panik atak üçün seans. Bilirsiniz, mən panik atakı yemişəm. Dərmanlardan xilas olmuşam. Seans yox, xəstəliklərlə işləmirəm, amma təşvişdən işləyə bilərik istəsəniz fərdi şəkildə. Mən 27 yaşımda ilk dəfə panik atak tutdum. Xəstəxanalıq olandan sonra artıq bildim ki, belə bir şey var imiş. Mən özüm təşvişli ailədən gəlirəm və illərlə o təşviş və həyatımda yaşadığım bəzi problemlər, həm pulla bağlı problemlər, həm ailə həyatla yaşadığım problemlər axırda panik atak olduğumu bildim və şüuraltımla işləyəndən sonra tamamilə panik atakdan xilas oldum. Hazırda məndə hiss etdiyiniz kimi zob var, Haşimoto xəstəliyi də var, panik atak da var, bir çox xəstəliyim olub, amma hazırda heç bir dərman vasitəsindən istifadə etmirəm. Şüuraltımdan işləyəndən sonra qrupda varamaq belə bəs edir, enerji olmaz. Bəli, o qədər gözəl ortamdır və qadınlar bir-birinə dəstək olur. Təşəkkür Tünzalə xanım. Çox xoş oldu mənim üçün. Sualınız varsa yenə. Girişinizə mən yenə tanırdım. İnanırsınız, mən də utanırdım gülməyə əvvəllər. Gəlir mənbəyi olmayan. Bunun haqqında sizə söz verə bilmirəm ki, gələndən sonra pul qazanacaqsınız. Yəni pul qazanan bir yeriniz yoxdursa, bundan bağlı söz vermirəm sizə. Amma pul kanallarınız açılacaq. Çünki bir qadın, sözümüzü kiçildir həmişə. Biz bir qadın olaraq, qadın nədir? Yaradan. Yaradan enerjisidir. Və əslində baxanda bütün kişilər bizə xidmətdədir. Pul bizə xidmətdədir. Dünya bizə xidmətdədir. Bundan sonra nə baş verir? Bizim pul kanallarımız açılandan sonra hər yerdən bizə pul gəlməyə başlayır. Əgər qəbul etməyə hazırlıqsa, kişilərlə mübarizədə deyiliksə. Şəxsən məndə açıldı. Leyla xanımdan çox gözəl nəticələr almışıq. Gülnaz xanım, təşəkkür edirəm. Xoş oldu. Başqa kimin sualı varsa versin. Danışmağa hazıram, sizə kömək etməyə hazıram. Təşəkkür edirəm. Elnara xanım, təşəkkür edirəm. Ən böyük evlilikdir. Aha. Mən təhsil ki, münasibətlə bağlı çox işləmirəm. Əsasən mənim maraq dairəm puldur, pul mexanizmləridir, insanlarda pul mexanizmləri necə işləyir. Əgər maraqlı oldusa, bəyəndinizsə, Ayşən xanıma deyim, bir dəfə də webinar edərik. Bu dəfə dəyər üzərindən, layiqlik üzərindən, sərhədlərlə bağlı. Çünki təkcə ailə sxemlərlə bağlı deyil, bağlanma stillərlə bağlıdır, sərhədlərlə bağlıdır, pul qazanmaq, sözünü deyə bilməklə bağlıdır. Güney xanım, təşəkkür edirəm. Biz para qadınıyıq. Aha, Elnara xanım. Necələ süper oldu, təşəkkür edirəm, xoşdur. Hardan baxma olur? YouTube'da çox güman ki, Ayşən xanım qoyacaq. Meditasiya sonrası ağlamaq nələrlə bağlıdır? Ağlamaq hisslərin açılması ilə bağlıdır. Faydalı oldu, təşəkkür edirəm, çox sevindim. Bir də Ödənişsiz bağışlayın. webinar. Ağlamaq nə ilə bağlı idi? Aha, Ağlamaq hisslərin nə ilə? açılması ilə bağlı. Hisslərin açılması, yerin boşalması. Çünki biz çox zaman hisslərimizi sıxıb saxlayırıq, buraxa bilmirik. Çünki icazə verməyiblər ağlamaq. Ağlayanda sus. Olmaz. Ağlamaq olmaz. Ağlamaq pisdir. Deyiblər, halbuki insan üçün vacib olan bütün duyğuları yaşamaq lazımdır. Qışqırmaq lazımdır, ağlamaq lazımdır, gülmək lazımdır. Ağlamaq çox yaxşıdır. İndi ac hiss edə bilərsiniz. Rahatlamış hiss edə bilərsiniz. Ağlamaq zəiflikdir, bəli. Çox təşəkkür edirəm. Elnara xanım, təşəkkür edirəm. Çox xoşdur. Xanımlara kömək etmə mənim missiyamdır. Bizdə klubda da qadınlar bir-birinə kömək edir, bir-birlərinə xidmət alırlar. Mən özüm şəxsən nəzarət edirəm ki, hamı nəticə alsın. Çox xoşdur, Söyə xanım. Əgər sualınız yoxsa, bugünlük sağollaşaq. Əgər mənimlə yenidən görüş istəyirsiniz, Ayşən xanım biraz tırqalayın. Bu dəfə başqa mövzulardan danışarıq. Xoş oldu sizlə. Ayşən xanım, haradasınız? Təşəkkür. Çox xoş Təşəkkür oldu Tünzalə tanıdığınız. xanım.